Başlayaq. Başlayaq. Doktor salam. Salam. Ultrasəs müayinəsi körpəyi ziyandırmır. Gəlin həqiqəti danışaq. Anaların ən çox verdiyi suallardan biri də budur. Gəlin bu qorxunu bir dəfəlik yox edək. Əziz analar, ən böyük yanlış anlamanız ultrasəs müayinəsinin bir radiasiya olduğunu düşünmənizdir. Əslində ultrasəs müayinəsi rentgen deyil, şüa ilə işləmir. O səs dalğaları ilə işləyir. Bu dalğalar körpənizə toxunaraq bizə şəkil olaraq geri qayıdır. Eynilə okeanda delfinlərin bir-biri ilə ünsiyyəti kimi. Bilirsiniz, onlar da ultrasəs dalğaları ilə ünsiyyət qururlar. Neyrosonografiya və fetal echo Doppler müayinələri bizə imkan verir ki, körpənizin beynindən ürəyinə qədər bütün damarlarına, bütün anatomiyasını incələyib onlar haqqında məlumat alaq. Bu müayinələr ziyanlı deyil, əksinə vaxtında diaqnoz qoymaq üçün bizim ən böyük köməkçimizdir. Yersiz narahatçılığı kənara qoyun və hamiləliyinizin dadını çıxarın. Körpəniz haqqında ən dəqiq məlumatı almaq üçün profilimi izləməyi və bu videonu digər analarla paylaşmağı unutmayın. Və sizin neçənci həftənizdir? Şərhlərdə yazın.